Belə ki, vinirlər sağlam diş olunur. Vinirlər onsuz da ağız boşluğumuza tətbiq olunan proses kimi ziyanlı bir prosedur deyil. İnsan orqanizması fərqli bir yaradılışdır. Belə ki, çox yaxşı mütəxəssis olur ki, özünüz bilirsiniz, 10 pasiyent ondan çox razı getsə də, 11-ci pasiyentdə nəsə bir narazıçılıq ola bilər. Səhər o texnikin dediyi kimi, o hər hansı bir kabinetdə bunu dəyişir. Nə gözəl. Ödənişini alır, sağollaşır, bitir. Səhər o dişlərin altında hər hansı da bir problem çıxanda o texnik o məsuliyyəti öz boynuna götürmür. Pasiyentin öz istəkləri, bizim verə biləcəyimiz nəticə və onun istədiyi nəticəni kompüterdə bu hazırlanır, planlama və xanıma təqdim olunur və ya bəyə təqdim olunur gələn pasiyentə. O artıq seçimini eləyir. Bəzən olur ki, gəlir digər ölkədən və ya artıq dediyim kimi də istəmirəm deyən pasiyentlər olur ki, bunlara. Amma mən həyatımda həmişə insana istər geyim cəhətcə, istər üz cizgiləri, istər ağız boşluğu cəhətdən, yəni yaraşanı, ona uyğun olanı seçməyi sevirəm. Bugünkü qonağım Aygün xanım Həsənovadır. Həkim stomatoloq. Xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm İlahi xanım. Stomatologiya haqqında istərdim bugün sizinlə danışım. Təbii ki, başqa nə haqqında danışa bilərik? Çünki son zamanlar sosial şəbəkədə görürük ki, stomatologiya bir qədər maraq daha çox artıb. Nə üçün maraq deyirəm? Bunun tibbi hissəsini bir kənara qoyuram. Bir estetik baxımdan sanki xanımlar xüsusilə xarici görünüşlərinin bir hissəsini, yəni dişlərini dəyişmək üçün stomatoloqa müraciət edirlər. Baxmırlar, diş sağlamdır və yaxud da hər hansı bir problem var xarici görünüşündə, yoxsa yox. Bir qədər daha da gözəl olmaq üçün vinirlərə üst tuturlar. Daha doğrusu rica edirlər ki, mənim dişimi mütləq şəkildə vinir etməlisən. Bir daha hər vaxtınız xeyir İlahi xanım. Çox sağ olun dəvətiniz üçün. Vinirlər haqqında danışım ki, belə ki, vinirlər sağlam diş olunur. Vinirlər onsuz da ağız boşluğumuza tətbiq olunan proses kimi ziyanlı bir prosedur deyil. Çünki dişlər yonulmur, tam sağlam saxlanılır. Yonulmurmu? Çox az sayda yonulur. Yəni emal getmir üstündən? Yox, çox az. Yəni vinirləri demək olar ki, sağlam dişə eləyirlər. Vinirlər çıxardandan sonra həmin dişlər necə deyim, işlək vəziyyətdə olur yoxsa yox? Bəli, yenilənəndə işlək vəziyyətdə olur. Doğrudur. Bizdə artıq göstəriş olaraq göstərilir, amma başqa cür tətbiq olunur. Məsəl üçün göstərilir heç yonulmadan pasiyent gedir, başqa bir vəziyyətlə rastlaşır. Belə ki, dişlər tam yonulur, tətbiq olunur və ya plomblu dişli vinir tətbiq olunur. Ancaq vinirlər sırf sağlam vital dişlər olunur. Plomblu dişə vinir tətbiq olunmamalıdır. Yox. Vinir sırf sağlam dişə tətbiq olunur. Niyə tətbiq olunmamalıdır? Plomblu dişin altından, yəni işıq keçiriciliyi və ya işıq rəng dəyişikliyi verə bilər vinirə. Buna görə vinirlər sırf sağlam dişə tətbiq olunur. Əgər dişdə plomb varsa, dişdə çürümə varsa, biz artıq pasiyenti emaksa və zirkona yönləndiririk. Bu qapaqlara. Yon olmasına görə, tətbiqinə görə onlar orqanizm üçün daha uyğun olur və ağız boşluğu üçün. Çünki dişə artıq zərər vermirik. Gəlin onu da qəbul edək ki, hər kəs istəyir ki, Hollywood ulduzları kimi gözəl təbəssümləri olsun və hər kəs vinir istəyir. Hər kəs deməyim, yəni əhalinin bir qismi. Çünki həm maddi baxımdan cibə zərərli bir prosesdir, həm də ki, bir o qədər də həkimlər tövsiyə etmirlər. Nə baxımdan? Çünki istər-istəməz orada işləm gedir, istər-istəməz emalat toxunulur. Bəli. Və bunların qarşısını almaq üçün sağlam dişi necəsə estetik görünüşünü dəyişmək mümkündürmü? Yox, mümkün deyil. Necə mümkün deyil? Biz sosial şəbəkələrdə görürük axı, nəsə başqa bir üsulla yonmadan tətbiq olunur. Onlar da plombdur, estetik plomblardır və bu estetik plomblar da qoyulanda onsuz da vinir kimi dişin altında hansısa bir çürümə prosesi və ya digər proseslər gedə bilər, çünki sağlam dişdir. Vinir bu vəziyyətdə daha yaxşıdır, nəinki estetik plomb. Gəlin açıqlamasını verək. Vinir nədir? Belə vinir yalnızca dişin ön hissəsindən keçirdilən qapaqdır. Yəni dişi ön hissəsi yonulur. Çox vaxt, çox faiz hallarda yonulma tələb olunmur. Bir də luminir var, səhv etmirəmsə. Yəni o vinirin artıq növləridir. Luminir edəndə ümumiyyətlə yonulma prosesi olmur. Yox, bu da ki, İlahi xanım, belə deyim, bunu hazırda hər kəs
istəyir, siz dediyiniz kimi gəlir estetik görüş. Amma bunu da deyək ki, vinir və ya lumina ilə bərpa olunan Hollywood gülüşü siravi insanlara o qədər lazımlı bir vəziyyət deyil. Televiziyada göz önündə olan insanlar var ki, hansı ki, yəni ekran başında biz əyləşib baxanda, hə, bu gülüş bizi çəkir. Yəni orada xırda dişlər olanda və ya qeyri-estetik dişlər olanda istər-istəməz deyilir, ayda görüntü üçün də, yəni bu lazımı bir şeydir. Amma yəni əgər pasiyent gəlibsə, bunun dişlərində aralılıq varsa, bunda yəni dişdə sarılıq varsa, biz onu breketə yönləndiririk, breket müalicəsinə. Breketdən sonra dişlərin ağardılmasına yönləndiririk ki, yəni öz sağlam dişlərindən qal. Yəni indi fikir verirsinizsə, hər kəsdə standartlaşma gedir. Hər kəsdə iri vinir dişlər, ağ dişlər, heç kəs bir-birindən fərqlənmir. Rənglərdən mütləq danışmalıyıq, çünki dəri rənginə mütləq şəkildə uyğun olmalıdır. Mütləq şəkildə. Ölçülər də əlbəttə ki, üz cizgilərinə və çənəyə uyğun olmalıdır. Bəli, ağız boşluğunun qapanması. Bu necə təyin olunur? Yəni pasiyentin gəlişində hər biri təyin olunur. Buna rəng şkalaları var. Bəlkə pasiyent gəlir deyir ki, mən bəyaz dişlər istəyirəm. Yəni onsuz da gələn hər biri deyir. Həkim görürük uyğun deyil. Bildiririk. Yəni burada pasiyent hər zaman haqlıdır prinsipi ilə işləyirsiniz, yoxsa yox? Yox, burada pasiyent haqlı deyil. Müştəri haqlıdır sözünü eşidirik. Yəni burada pasiyentin haqq məsələsi deyil, pasiyentin tələb məsələsi var. Yəni pasiyent mən bunu istəyirəm və tələb eləyirəm. Sən nə qədər buna düzgününü desən də, bu artıq deyir ki, yox mən bu niyyətlə gəlmişəm. Yəni sən bunu tətbiq eləmirsən və pasiyent ayrılır yanından. Gedir 5-ci həkimdə də olsa bu istədiyinə nail olur. Çünki artıq açır sosial şəbəkələri, ayda hər kəs ağ diş elətdirir. Bu ağ dişdədir, o ağ dişdədir. Yox, mən də bu dişi istəyirəm. Sanki dəbdən düşüb biraz ağ dişlər, getdikcə daha da düşəcək. Onsuz da bu bilirsiniz də özünüz, dəb elə bir şeydir ki, müvəqqəti bir şeydir. Buna görə biz hər bir pasiyentə tövsiyə edirik ki, gələndə bu ağ dişlər üçün səbirli ol, öz dişlərin daha yaxşıdır və ya ağ diş yox, dişin əgər mütləqdirsə hazırda vinir və ya digər prosedurlar, sirkon, emax, sən səbirli ol, bunu öz dərinə uyğun seçək sənin. Çünki 5 il sonra bunun dəbi bitəndə, yəni sən öz dişinə qayıda bilməyəcəksən, öz rənginə də qayıda bilməyəcəksən. Həm dişlərin korlanmış olacaq, həm bir növ psixologiyaya da istər-istəməz təsir eləyəcək ki, niyə o vaxt bunu eləmişəm? Biz əlimizdən gəldiyi qədər onsuz da pasiyentə bunu tətbiq eləyirik və təbliğ eləməyə çalışırıq. Artıq digəri qalır pasiyentin öz seçiminə. Təbliğat necə gedir? Çox hallarda çox yaxşı. Yəni insanlar yəni nümunə göstərirsiniz siz, misal bəli. Olanda necə görünür və yaxud da bilmirəm o psixoloji baxımdan yəqin ki, hər hansı bir təsir qüvvəsi olmalıdır. Onsuz da o qədər çoxaldı ki, bu ağ dişlər, iri vinirlər. Yəni ilk əvvəl hər kəsə bu xoş gəldi, maraqlı gəldi. Müəyyən vaxtdan sonra artıq insanlar küçədə, çöldə, bayırda bunun çoxluğunu gördükcə, artıq gördükcə gördülər ki, yox, təbiiliyi qorumaq bunlara daha uyğundur. Təbii ki, çox yaxşı hazırlanan vinirlər var ki, bu pasiyentə bu olunub və siz demiş onun gözəlliyinə bir növ gözəllik qatıb. Çünki bu ağız boşluğunun estetikaya ehtiyacı olub. Uşaq vaxtı olan, yəni baş verən proseslərdə hansı ki, pasiyent olur, çox üzr istəyirəm, soska istifadə eləyir, uzun yaş həddinə qədər və onun ağız boşluğunda dəyişiklik olur. Gəlir çatır 30 yaşına, sən bunu nə qədər breketə yönləndirsən də deyir, yox mənə gecdir. Halbuki gec deyil, yəni breketin yaşı yoxdur. Yox, gəlin estetik bərpa eləyək. Onda məcburiyyətdən artıq bu breket istəmirsə, bu estetika bunu dəyişir. Bəs düzdür ki, breketlər də müvəqqəti təsir edir. Yox. Sonra dişlər köhnə vəziyyətinə qayıdır. Yox, geri qayıtması yoxdur. Əgər normal qaydada breketdən sonra da o artıq ortodontiyadır. Bizim bölmələrimiz fərqli dairələrdir. Yox, əgər qoruması qaydasında gedirsə, heç bir geri dönüş olmur. Breket müalicəsi siz dediyiniz estetik bərpanın elə ilkin etapıdır. O daha yaxşıdır. İstəyirəm biraz ağıl dişlərindən danışaq. Çünki ağıl dişləri fikir verirəm ki, yeniyetməlik dövründə çıxan uşaqlar da var. 20'li yaşlarında çıxan insanlar da var ağıl dişinin. Bu nə ilə bağlıdır bu yaş fərqinin belə fərqli olması, təzadlı olması? Əslində ağıl dişinin yaşı yoxdur. Niyə yoxdur? Nə mənada? O dediyiniz yeniyetmə dövrü və ya 20 yaş, 40 yaş, 45 yaş. Hətta 40-45. Bəli, hətta daha yüksək yaş hədlərində də ola bilər. Səbəbi nədir? Retensiyon qalmağı diş əti altında. Yəni bizim əvvəllər bildiyiniz kimi insanlar
çiğ ət istifadə eləyib. O dövrdə bizə 3 arxada böyük çeynəmə dişi lazım olub, yəni insanlara. Zamanla artıq dövr keçdikcə, insan orqanizmi dəyişdikcə və qidalar artıq bişmiş qidalara keçdikcə çənə quruluşu balacalaşır. Darlaşdıqca artıq orada 3-cü azı dişinin çıxmağa yeri qalmır. Çox adamda əyri çıxır, çoxunda qalır retensiyon çənədə heç çıxmır, çünki yeri olmur. Və buna görə də o başlayır dişləri əyir. Dişlərdə hansısa bir önündəki dişləri çürütməyə başlayır. Buna görə əgər çox vaxt çəkimə göstərişdirsə, biz göstəriş veririk ki, çəkim olunsun. Elə insan var ki, çəkimə göstərişi yoxdur. Hə, çox. Ağız boşluğu, yəni çənə quruluşu iri olan insanlar var ki, pasiyentlər var ki, onlarda ehtiyac yoxdur. Çünki o gəlir öz yerində çıxır. Nəyə görə ən tez o çürüyür? Xarab olur. Dediyim kimi, xırda dişlər artıq elə o balaca çənələrdə xırda olduğu üçün diş, qida qalığı orada yığılır və sürtmə şeyi olanda pasiyentlər çətinlik çəkir. Bəlkə həm də yaxşı təmizləmirlər, çox arxada olduğuna görə. Fırçalamada, yəni o arxa dişlər olduğu üçün qida qalıqları orada yığılır və çürümə orada gedir. Çürümə getdiyi üçün tez çürüyür, kökləri xırdadır, istər-istəməz və ən axırda olduğu üçün, sinirə daha yaxın olduğu üçün, üst sinini idarə edən sinirə daha yaxın olduğu üçün ən çətin ağrılar da ağıl dişi verir. Agah xanım, sosial şəbəkəni açan zaman biz bir qədər nəyə diqqət yetiririksə, sonra ardıcıl şəkildə tövsiyə olunur bizə həmin kontent. Və təsadüf nəticəsində stomatoloqların birinin səhifəsinə daxil oldum. Mütəmadi olaraq müxtəlif stomatoloqlar qarşıma çıxdı. Və bəlli oldu ki, onlar özlərini sanki həm tanınmış insanlarla reklam edirlər, yəni blogerlər, tanınmış simaları dəvət edirlər ki, gündəmdə olsunlar və onlara sanki bir axın olsun. Bu ümumiyyətlə nə ilə bağlıdır? Yəni hər yaxşı bir şey reklam olunan demək deyil. Biz yaxşını və pisi necə seçə bilərik? Necə düzgün ünvana gedə bilərik? Müxtəlif həkimlərimiz var. Mən demirəm hansı yaxşıdır, hansı pisdir. Bəli. Yəni onu deyə də bilmərəm. Seçimi biz düzgün necə edək? Seçim edilməsi əslində siz dediyiniz kimi nə reklamla, nə tövsiyə ilə olunan bir şey deyil. Səbəbini mən vurğulayım. İnsan orqanizması fərqli bir yaradılışdır. Belə ki, çox yaxşı mütəxəssis olur ki, özünüz bilirsiniz, 10 pasiyent ondan çox razı getsə də, 11-ci pasiyentdə nəsə bir narazıçılıq ola bilər. Bu insan orqanizmasıdır. Bu artıq həkimin səhvi və ya həkimin pis olması demək deyil. Bu artıq həkimlə o pasiyentin enerjilərinin, psixologiyalarının uyğunlaşmamasıdır. Və nə olursa olsun orada ən uğurlu işdə baxırsan ki, uğursuz ola bilir. Faiz məsələsi var, çox və az. Yəni artıq amma seçimə gələndə yəni sizə kimsə tövsiyə eləyə bilər, dişiniz ağrıyır misal üçün, sizin bu günə qədər diş həkiminiz yoxdur. Siz tövsiyə eləyirsiniz ki, hə mənim həkimim çox yaxşıdır, iynəni elə vurdu, mən hiss eləmədim və ya dişimi elə çəkdi, mən hiss eləmədim. Siz o tövsiyə ilə gedirsiniz. Hə, həmin pasiyent şey eləyir, siz də razı qalırsınız. Və belə-belə artıq bir-birinizə tövsiyə eləyə-eləyə. Sosial şəbəkə reklamlarına gəldikdə isə dövr bunu tələb elədiyi üçün, yəni insanlarda sosiallaşma daha çox gedir əvvəlkilərə nisbətən. Yəni psixoloji təzyiq hardasa? Bəli, dövr tələb eləyir və istər-istəməz bu ifadəmə görə üzr istəyirəm, harca bir növ sürü psixologiyası kimidir. Mütləq, mən də razıyam sizinlə. Yəni hər kəs o yolla gedir. Hə, filan kəs getdi, filan bloger getdi. Dərinə gedəndə həmin bloger orada getmiş. Bloger tamam başqa yerdə dişini düzəldir, sadəcə pul qarşılığında olur, bunu reklam eləyir və ya hansısa bir ağıl dişini çəkdirməyə gedir və ya hansısa bir plombasını qoydurmağa gedir. Yox, bu pasiyentin dişi alınıb, bu xanımın dişi alınıb və ya bu bəyin dişi alınıb, biz də bura gedirik. Artıq bunu dəyişə bilmərik biz, çünki bu dünyəvi bir şeydir. Qorunmaq üçün yaxşı deməyim də, artıq mütəxəssis kimi öz işini bilib, pasiyenti razı sala biləcək həkimlərimiz ki var. Yaxşıya və pisə ayırd eləməyək də. Burada zamanla artıq təcrübəsi daha çoxalmış. Yəni elə olur ki, 1 ildə universiteti qurtarıb daha yaşlı nəsildən yaxşı işlər görən həkimlər var. Çünki daha həvəskar olur. Bunu artıq seçim eləmək, dediyim kimi yönləndirməklə, yəni sizin öz daimi həkiminiz yoxsa yönləndirməklə seçə bilərsiniz. Və ya sizin uzun illər getdiyiniz həkimlər var ki, o bildirir ki, mən hazırda plomb eləmirəm. Amma yaxşı bildiyim falan həkim var. Siz yaxınlaşın, estetik plombunuzu o qoyacaq. Yəni müalicə həkimi başqadır?
və müəyyən müdaxilələr bəli. var ki, onun həkimi başqadır. Bəli. Uşaq stomatoloqu da başqadır. Uşaq stomatoloqu başqadır, ortodontiya, briketlə məşğul olunan bölmə başqadır, ortopediya, estetik restavrasiyalar tamam başqadır, cərrahiyyə, diş çəkimləri falan bu tamam başqadır. Yəni bunlar hər biri ixtisasdır. Yəni bu ixtisaslar bölünür, ayrılır və həkimlər artıq ona uyğun formalaşır, özünü inkişaf elətdirir, daha yaxşı insanlara, yəni kömək göstərmək üçün, xidmət üçün. Bir də istərdim ki, psixologiyaya toxunaq. Çünki insanlarla işləmək, əlaqəsiz xəstələrlə işləmək bir qədər çətin və qəliz olar. Çünki müxtəlif düşüncəli insanlar var, müxtəlif psixologiyada olan insanlar var. Sizin yanınıza gəlib öz problemini sizinlə bölüşmək istəyən, düzdür, sizin sahəniz belə bir sahədir ki, bəli, siz danışa bilərsiniz, o susacaq. Çünki ağız boşluğunda proses gedir. Amma öncə işləmdən qabaq bir proses olduğuna görə sizinlə də ünsiyyətdə olurlar. Olubmu ki, aqressiv davranan, cavab verən bir xəstəniz olsun? Çox. Həftə ərzində də olur, yəni gün ərzində də ola bilər. Hazırda ümumiyyətlə aqressivlik daha çox olur. Nəinki 5 il bundan əvvəl. Bir də ki, bizim ölkədə həkimə güvən yoxdur. Güvən yoxdur. Yəni digər ölkələrə baxanda pasiyent otağa gəlir, məsələn gəlir, ağıl dişidir, çəkimə göstərişdir, çəkilməlidir dişim. Hə doktor, gedim evdə məsləhətləşim, gəlim çəkdirək. Tamam, get məsləhətləş gəl. Gəlir, yo doktor, qonşumuz dedi ki, ağıl dişini çəkəndə filan fəsad olur, çəkdirə bilmərəm. Yəni qonşunuz tibb universitetinin hansı fakültəsini bitirib? Yo, evdar xanımdır. Yəni burada artıq danışmağa bir nüans olmur. Olur ki? Heç bir, yəni sadəcə qonşuların dediyi fikirlər. Fəsad olanda hər bir zaman hər bir şeydən ola bilər. Yəni fəsad olmamağı üçün öncəsində ağıl dişi çəkimi və ya digər diş çəkimləri öncəsi onsuz da praktik olaraq biz pasiyentə bütün hər şeyi təyin eləyirik. Yəni irinli dişdirsə öncədən dərmanlar qəbul olunur, diş çəkiminə hazır gəlir və ya digər də ağıl dişində də çətinlikləri varsa biz onu hazırlayırıq bir neçə gün içində ki, sonradan bir problemlər rastlaşmasın. Artıq bu vəziyyətdə qonşunun, qohumun, qaynananın, baldızın, bacının, ananın dediyi fikirlər var ki, yenə deyirəm, hansı ki tibbdən tamamilə uzaq insanlar sadəcə qulaqdan qulağa eşitdikləri sözlərlə tətbiq eləməyə çalışır və bildirə bilmirsən ki, sən bu işin içindəsən, yəni biz. Amma kənardakılar deyil. Bu dedikləri fəsadlar yalandır. Həkimə güvənmək lazımdır. Həkimə gələndə həkimə güvənmək lazımdır. Həkim gəldi, dişi ağrıdı, proses zamanında ağrı ola bilər. Keyimə də gec gedə bilər və ya hansısa bir uğursuzluq nəticəsində plomb qırıla bilər. Plomb qırıldısa bu həkimin uğursuzluğu deyil. Demək ki, pasiyentin orada gizlətdiyi bir nüans var. Plomba qoyulur və pasiyentə bildirilir ki, bu dişə mütləq şəkildə saat yemək olmaz, qapaq da olmalıdır. Çünki böyük boşluq plombdan ibarətdir. Əgər pasiyent bunu deyirsən və çıxır gedirsə, 4 ay, 5 ay qapaq olunmursa, gəlir, konfet yer və ya ağır bir şey o dişi gücə salıb, sındırıb gəlirsə, burada həkimin günahı deyil. Burada artıq həkim bildirdiyi təqdirdə öz sağlamlığına məsuliyyətsiz yanaşan pasiyentin günahıdır. Aygün xanım, stomatoloq olmayan, yəqin tibbi təhsil almayan, başa düşürsünüz mənim söhbətlərdən gedir. Həkimlər var indi. Yəqin ki, hamınız bilirsiniz ki, mübarizəsi də gedir. Yəni bununla mübarizəsi haqqında gedir. bilirdim, kosmetologiyada belə bir mübarizə Yox, artıq stomatologiya ilə də mübarizə aparılır. Yəqin ki, nəticəsi olar. Ümidvarıq ki, nəticəsi olar. Burada məsələ nədir? Məsələ universitet bitirmək sadəcə diplom demək deyil. Universitet bitirmək o illər ərzində orada çəkilən əziyyətdir. Dərsə gedib gəlməkdir. Tədrisdə iştirak eləməkdir. Yəni tibb universiteti özü yolu çox ağır bir olan universitetdir. Nə baxımdan? Digər universitetlər 9-da girib 2-də çıxırsa dərsdən, tibb universiteti 9-un yarısı girir, 9-da girir, 4-də çıxır dərsdən. Ağır dərslər olur, ağır imtahanlar olur. Digər universitetlər 4 ilə bakalavr səviyyəsini bitirirsə, tibb universiteti bunu 6 ilə, 5 ilə bitirir. Yəni fərqini onsuz da hər kəs bunu bilir. Bu təqdirdə onların haqqına girib diplomsuz şəkildə işləmək hardasa bir növ haqsızlıqdır. O sizin haqqınıza girməkdir. Bəs
Pasiyentlərin haqqına girmək bir insan Çox, həyatı İlay ilə xanım, çox- oynamaqdır. Çox pasiyent var ki, bildiyi halda bunu qəbul eləyir və gedir. Cahillik deyilmi? Daha ucuza işləyir deyir və gedir. Yəni nə olsun, yaxşı işləyir, ucuz işləyir. Ona görə ona gedirlər. Yəni seçimi artıq pasiyentlər özləri eləyir. Həkim və texnik arasındakı fərq nədir? Texnik ağız boşluğunda işləmir. Texnik həkimin ağız boşluğundan götürdüyü modelin üzərində işləyir. Əslində işdə texniklərin də haqqını yemək olmaz, çünki estetikanın böyük hissəsində onlar həyata keçirir. Biz pasiyentlə işləyirik, ağız boşluğunda işləyirik, ölçünü götürürük, veririk və texniklər bunu ərsəyə gətirir. Bir növ zərgər kimi əl işləri də göz önündə olur. Bir misal gətirmək istəyirəm. Bir neçə il bundan öncə mənim rəfiqəm vinirlərini dəyişdi və bir texniklə tanış oldu təsadüf nəticəsində bir məclisdə. Həmin texnik xanıma deyib ki, gəl mən sənin dişlərini düzəldəcəm, bərpa edəcəm. Düzdür, xanım düşündü, götür-qoy etdi, qiymət fərqi çox idi. Yəni 2 dəfə, 3 dəfə hardasa daha aşağı qiymətə tətbiq edirdi, həyata keçirirdi bu prosesi. Yalnız xanım getmədi. Yəni texnikə etibar etmək olar bu prosesi? Yox. Olmaz. Çünki tək dəyişmə deyil orada mərhələ. Dişlərin qorunmasıdır, dişlərin müalicəsidir. Bu etapları həkimlər həyata keçirir. Səhər o texnikin dediyi kimi, o hər hansısa bir kabinetdə bunu dəyişir. Nə gözəl. Ödənişini alır, sağollaşır, bitir. Səhər o dişlərin altında hər hansısa da bir problem çıxanda o texnik o məsuliyyəti öz boynuna götürmür. Bu da bayaq vurğuladığım artıq seçimdir. Pasiyentin daha ucuzu seçməsidir. Amma həkimi olanda, həkimi ilə qarşı-qarşıya olanda istər-istəməz öz haqqını tələb eləyə bilər də, doktor dişin altında bu proses getdi, bu niyə getdi, səbəb nədir? Həkim də artıq ona izah eləyir və ya müdaxiləsini eləyir, artıq tədbirini görür. Ancaq bunu texnik həyata keçirə bilmir. Yenə dediyim kimi daha ucuzanı işləyir və özünə olanı götürür, məsələni bitirir. Səhər o pasiyent, yəni heç bir haqqdan ondan haqq da tələb eləyə bilmir. Çünki seçimi özü eləyib. Ona təklif olunub və o təklifi özü seçib. Bəs xəstə viniri bir müddətdən sonra bəyənmirsə, rəngindən xoşu gəlmirsə və yaxud da fikir dəyişikliyi edibsə, ön dişlərinin daha öndə olmasını istəyirsə və sair kimi nüansları burada sadalamaq olar. Onu dəyişmək mümkündür. Əgər dəyişirsə də hər hansı bir fəsadla qarşılaşa bilər həkim və yaxud da pasiyent. Yox, fəsad deyil. Yəni onlar çıxardılır, amma bu nəticə ilə qarşılaşmamaq üçün onsuz da onun yoxlanışları gedir. Yəni bir neçə dəfə vinirin yoxlanışları gedir. O yoxlanış sırasında hər bir qapağın yoxlanışı gedir. O yoxlanış sırasında fikrini bildirməlidir. Yox, mən bu dişi belə istəmirəm, bu rəngdə istəmirəm, bu böyüklükdə biraz daha fərqli istəyirəm. Yəni biz ona uyğununu gətiririk, təqdim eləyirik. Təqdimat sırasında onun sevmədiyi, xoşuna gəlmədiyi, bəyənmədiyi nüanslar olur ki, onu dişi yapışdırmadan öncə fikrin bildirməlidir. Gələcəkdə həm öz işini, həm həkimin işini 2 qat daha çoxaltmasın deyə. Amma da olar ki 3 ay, 4 ay, 5 ay sonra xoşuna gəlmirsə, artıq yox dəyişmək istəyirəm deyirsə, dəyişməyində heç bir problem olmur. Aygün xanım, Hazal Kayanı gördünüz? Bəli. Dişlərini bəyəndiniz? Hər kəs kimi, yəqin ki digər kolleqalarım kimi də bəyənmədim. Çox iri idi və özünüz də gördünüz ki, rəylərdə üz quruluşuna yaraşmadığı üçün çox top atəşinə tutuldu. Belə deyim, loru dildə. Çox iridir, üzündən çox fərqlidir. Simasını, mimikalarını dəyişib. Kobud elədi sanki. Bəli. Mənim elə başlanğıcda dediyim fikir də bax budur. Hər kəs eləyir deyə mən eləyirəmin sonu budur. Çox maraqlıdır Estetikadan ki, kənar. Aktrisadır. Türkiyədə öndə olan insan, hətta onu biz də tanıyırıq, dünya tanıyır. Bu insanı bu vəziyyətə qoymaq, dişlərini o dərəcədə böyük və bəyaz etmək, ağ etmək nə dərəcədə düzgündür? Bunu edən həkim nə düşünüb? İlham, çox üzr istəyirəm, amma Türkiyədə göz önündə olan hər kəsə baxsınız, hər kəsin dişi eynidir. Səbəb nədir? Mən öz adımıza, ölkəmizin adına da deyim ki, bizdə daha inkişaf etmişdir vəziyyət. Bizdə daha məsuliyyətlidir. Bir də ki,
onlar daha o göstərişi deyim də, elə göstərişliyi çox sevir. Hardasa 10 il əvvəl, elə 10 il əvvəl bir pasiyent gəlmişdi. Xanım Azərbaycanlıdır, amma Türkiyədə yaşayır. Dişlərini burada bizdə düzəltməyə gəlmişdi. Bir aya yaxın vaxtımız getdi də o etapı. Bir ay ərzində xanım ancaq eyni fikri dedi. Mən Seda Sayanın dişləri kimi bəmbəyaz tavşan dişlər istəyirəm. Yəni hər gün otağa gəlib eyni fikri bildirir bu xanım. Nəticə necə oldu? Yəni eyni istədiyi nəticə oldu və çox razı getdi. Biz razı olduqmu? Yox. Bizim istədiyimiz deyil. Çünki çox ağ və çox süni görünürdü. Amma xanım o qədər çox bəyəndi o dişləri. Xanım dəhşətli dərəcədə o dişlərdən razı qaldı. Ümumiyyətlə estetik müdaxilədən öncə dişlər də estetik müdaxilə sayılır. Bəli, bəli. Ondan öncə məncə insan bir psixoloqa da getməlidir. Yəni ondan öncə psixoloqa da getməlidir və ondan öncə onsuz da planlama olunur. Yəni nə istədiyini bilmək lazımdır. Yəni gördüyümüz hər şəkildə bəyəndiyimiz bir insana yaraşan bir şey bizə yaraşmaya bilər. Bunu da biz artıq kökündən dəyişə bilmirik də. Təəssüfsiz dediyiniz kimi psixoloq dəstəyi, hardasa özgüvən, komplekslərdən azad olma, bu kimi nüanslar lazımdır. Yəni o da bir növ kompleksdir. Amma pasiyent gələndə biz onsuz da hazırda planlama eləyirik. Yəni illər əvvəl bu olunmur da, amma hazırda planlama olunur. Pasiyentin öz istəkləri, bizim verə biləcəyimiz nəticə və onun istədiyi nəticəni kompüterdə bu hazırlanır, planlama və xanıma təqdim olunur və ya bəyə təqdim olunur gələn pasiyentə. O artıq seçimini eləyir. Biz o seçimə uyğun hazırlığa başlayırıq. Necə istəyirsə o hazırlığa doğru gedirik. Artıq o seçimi də dəyişməyə biz kökdən dəyişə bilmirik. Dediyim kimi biz danışa bilərik, biz söhbət eləyə bilərik, biz doğrusunu izah eləyə bilərik. Amma beynində artıq mən bu işi eləməliyəm varsa, onsuz da onu elətdirəcək. Sonrakı peşmançılığı, digərləri heç bəlkə peşman olmamağı artıq onun seçimidir ki, dediyim kimi müəyyən vaxtdan sonra bu ağ, iri dişlər, bəyaz dişlər artıq dəbdən düşəcək. Necə ki, digər estetik toxunuşlar düşdüyü kimi. Bəli, kosmetologiyada. Yəni əvvəllər insanlar daha fərqli şeylərə meyl eləyirdi, maraq göstərdi. İndi görsən ki, yox, üst toxunuşlarda artıq onlar önə çıxmır. 5 il əvvəl iri qalın qaşlar yadınızdadırsa, indi görürsünüz artıq daha təbiiliyə doğru gedir insanlar. Ya da süni şəkildə müdaxilə olunurdu, qaşlar da qalmışdı. Bəli, eyni şey. Yəni indi yerləri göy olaraq qalıb. Bəli, amma indi buna görə də dişi düzəldəndə, dişə yəni hansısa bir prosesi tətbiq elətdirəndə estetikanı gələcəyi 5 ili, 10 ili dəbi düşünmək lazımdır. Dəb ümumiyyətlə nədir? Dəb müvəqqəti olan bir prosesdir. Bəli. Əgər biz bugün bu geyimi alırıqsa, bu dəbdədirsə, biz geyimi rahat şəkildə dəyişə bilirik. Yalnız müdaxilələr var ki, hansı ki, o müdaxilələr bəlkə də bir ömür boyu bizimlə olacaq. Onlardan biri də dişdir. Bəli. Və kosmetologiyada olan bəzi müdaxilələrdir, eləcə də əməliyyatlardır. Dönüşü olmayan bir proseslər keçir ki, insan orqanizmində. Onlara müdaxilə etmək mümkündür. Deməz də mümkün deyil. Yalnız onun da müəyyən fəsadları ola bilər, olsun. Xarici görünüşündə müəyyən dəyişiklik edən insanlar özlərini bir müddət bəyənirlər, sonra aynaya baxanda kaş ki etməzdim deyirlər. Bunlardan qaçmaq üçün və yaxud da sizin yanınıza gələn bir xəstə deməyək də pasiyent gəlir və sizdən ağ dişlər istəyir. Olmur ki, siz bir həkim kimi, bir insan kimi istiqamətini, fikrini dəyişmək istəyəsiz və dəyişəsiz. Çox dəyişir. Pasiyentin çox vaxt dəyişir. Çox da vaxt dəyişir. Mən nədənsə əksini düşündüm. Düşündüm ki, fikirlər dəyişmir. Yox, yəni bildirdiyim kimi bayaq ekranda kimisə görüb bəyənib onun dişinə uyğun gedən pasiyentlər var ki, öz telefon ekranında, monitorda kimisə görür və gedir həmin həkimə və o həkim də yəni tələb eləyir ki, mən filan kəsin dişini istəyirəm. O artıq filan kəsin dişini özündə formalaşdırıb. O rəngdə diş, o quruluşda diş istəyir. Onu dəyişmək mümkün olmur. Amma elə pasiyent gəlir ki, o estetikasına və ya digər şeylərdən narazılıq olanda, bildirəndə biz otururuq, danışırıq, hər tərəfli izah, çıxardırıq planlamasını, pasiyent razılaşır və nəticədən də razı gedir. Aydındır. Bəs sosial şəbəkələrdə reklam xarakterli bir sujetlərmi deyim çəkmək, reelslər paylaşmaq
düşünürsüz yaxın gələcəkdə? Çünki sanki elə edən həkimlərin pasiyentləri daha çox olur. Yəni bu onsuz da hər birimiz hazırda dövrə uyğun olaraq reelsdə çəkirik, sosial şəbəkədə nə isə paylaşırıq da. Amma o qədər də çox vaxtı ona sərf eləmirik. Çünki o öz güvəndən, işinizdən tam əmin olmağınızdan irəli gəlir. Bəzən xoşa gələn elə bir nəticə olur ki, onsuz da bunu sən özünü reklam edir. O anda sən həm də paylaşmaq istəyirsən də, o pasiyent o qədər səndən xoş vəziyyətdə gedir ki, sən artıq deyirsən, ay nə gözəl. Onun sevinci sizin sevinciniz o sevinci artıq istəyirsən, o anda emosional olaraq istəyirsən hər kəslə paylaşasan ki, bəlkə də onu siz açırsınız, sizə xoş gəlməyə bilər və ya başqası açır. Ay burada nə var ki, bunu paylaşır. O anda o stomatoloji otaqda olan sevinci insana dünyaları bağışlayır. Yeri gəlmişkən siz verilişə gəlməzdən öncə sizin səhifənizə baxdım. Çox təbii idi sizin müdaxilə etdiyiniz dişlər. Hə, yəni çox tam təbiilik üstünlük verirsiniz. Bəzən olur ki, gəlir digər ölkədən və ya artıq dediyim kimi də istəmirəm deyən pasiyentlər olur ki, hə, bunlara. Amma mən həyatımda həmişə insana istər geyim cəhətcə, istər üz cizgiləri, istər ağız boşluğu cəhətdən yəni yaraşanı, ona uyğun olanı seçməyi sevirəm. Məhz diş həkimliyini seçməyimin də səbəbi odur ki, məktəb vaxtında dişləri xoşuma gəlməyən insanlarla ünsiyyət qura bilmirdim. Yəni niyə dişlərinə baxmır və ya qulluq eləmir kimi bir fobiyam var idi. Sonra da böyük bacım tibb içində olduğu üçün, həkim olduğu üçün getdi gəldi, sənin marağın buna daha çoxdur deyəsən. Bir növ mənim o fikrimə təkan verdi. Zamanla gördüm ki, yox, düzdür. Bu düz deyir. Əslində bu mənə daha xoşdur. Həqiqətən də o xoşluğu indi yekunlaşanda ki, bu yaxınlarda bir gənc xanım gəlmişdi. Bu ay ilə toyu idi. Keçən ay səhv eləmirəmsə, oktyabr və ya sentyabr ayında gəlmişdi. Noyabrda toyu idi. Yəni dişlərini dəyişdirmək istəyirdi. Əvvəl metal keramika olunub, indi zirkona dəyişirdik. Xanımda üzr istəyirəm, üst dodaqda estetika çox zəif idi. Yəni heç bir toxunuşu yox. Mən xanıma artıq kosmetoloji tövsiyə elədim. Həkim kosmetoloqa yönləndirdim ki, dodağına da yüngül bu xanıma ehtiyac var. Dolğu. Yəni dəb üçün deyil. Bu xanımın həqiqətən də yaraşması üçün xırda dolğu toxunuşuna ehtiyacı var. Xanım dolğusunu elətdirdi, qapağını qoyduq, yəni yapışdırdıq, təhvil verdik. O qədər razı getdi, o qədər sevincli getdi ki, o sevinç dünyalara dəyirdi də. Yəni hər şey qaydasında. O dolğu da çox cüzi oldu. Çox cüzi şəkildə dəyişikliyi, qapaqları çox yaxşı oldu. Yəni o sevinç hər şey idi. Bayaq da dedim, hər zaman razı gedilmir. Sizdən narazı ola biləcək insanlar da olacaq, mütləq şəkildə. Necə ki, digər işlərdə, necə ki, həyatın qanunlarında. Amma %90, %85% hallarda hər kəs razı gedir insandan. Nə vaxt ki, ürəyini o işə qoyursan, sevgini qoyursan. Müxtəlif bölgələr var ki, orada yaşayanların sanki dişləri daha tez çürüyür. Yod çatışmaması irəli gəlir. Onun qarşısını almaq olar? Yəni əlavə qida vasitələri ilə, əlavə dərman vasitələri ilə olar, amma yenə də tam olmur. Yəni gələn pasiyent olur ki, ağız boşluğuna baxsan, heç gəldiyi zonanı bilmədən sual versən ki, falan zonadasan. Hansı zonadır o? Yəni qalx balakən, yəni o zonalar, amma yadımdan çıxmışdı. Yəni o zonalardan, artıq o zonalardan sual versən ki, sən filan rayondansan, hardan bildiniz də dişlərində yəni çürüməsi o qədər yumşaq olur, kalsi çatışmamazlığı, o qədər dişlərdə dəhşət çürümə gedir. İndi qorumaq istəyən zamanında bunu da bildirim. Dişdə çürümə başladığı an bunu hiss eləyirsən, üzərinə düşüb müdaxilə eləyirsənsə, qoruyursan. Yox, bugün gedərəm, sabah gedərəm eləyirsənsə, onsuz da bu artıq dərinləşir, gedir. Aygün xanım, çox sağ olun. Siz sağ olun. Çox pozitiv insansınız. Təşəkkür eləyirəm. Həyat dolu, eşq dolu. Çox sağ olun. Həyatı hər zaman sevmisiniz. Belə də davam edin. Çox sağ olun, təşəkkür eləyirəm. Həyatı sevdiyinizə görə də insanları sevirsiniz və dolayısıyla xəstələrinizi sevirsiniz, pasiyentlərinizi sevirsiniz. Bəli. Və psixoloji baxımdan da siz güclü olmalısınız ki, insanlarla ünsiyyətə girən zaman onları da anlayasınız və hardasa sakitləşdirə biləsiniz. Hardasa fikirlərindən daşındıra biləsiniz. Çünki yəqin zəng edirlərsə işdən sonra. Bəli, bəli. Telefonu qaldırırsınız. Çox kritik vaxtlarda, çox təcili zəngləri, bəli. Yəqin WhatsApp-ınıza çox səs atırlar. Hə, səs də çox atırlar.
Çünki burada biz kadr arxası bəzi məqamlara toxunduq. Hiss etdim ki, bəzən yorulursunuz. Amma ona baxmayaraq həkim olaraq yanaşmanız bir mənalı olaraq öz duruşunuzu qoruyub saxlamaq məcburiyyətindəsiniz. Yəni bu bilirsiniz İlay xanım nəyə oxşayır? Adətən üzr istəyirəm, qrip falan keçirirsən və sənə sual verilir ki, həkimlər də qrip olur. Yəni insanların fikrində həkimlərin heç bir duyğuları, emosiyaları, heç bir problemləri yoxdur və həkim günün 24 saatı çox yaxşı şəkildə, pozitiv şəkildə sənə hər bir sualı cavablandırmalıdır. Ki mən öz üzərimə düşdüyü qədər, bacardığım qədər onsuz da davam eləyirəm. Pozitivliyi də qoruyuram, danışmağı da çalışıram ki, cavab verim, cavablandırım, danışım. Amma bəzən artıq insan yorulur. Yorulsan da məcbursan, seçimindir, getməlisən. Öz seçimində yəqin ki, daha qətiyyətli vəziyyətdə durub axıra qədər davam eləməlisən. Hər zaman pozitiv olun. Çox sağ olun. Hər zaman xəstələrinizdə pozitiv insanlar olsun və İnşallah. gözəl nəticə ilə sizdən ayrılsınlar. İnşallah hər kəs üçün yaxşı olsun. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun.